Min illər əvvəl yaşayan insanlar haqqında biz hardan bilirik? Onların necə yaşadığını, nə ilə məşğul olduqlarını, dünyanı necə gördüklərini kim bizə danışır? Bu sualların cavabını bizə tarix verir. Tarix insan nəslinin necə yarandığını, necə inkişaf etdiyini və bu günə qədər hansı yollarla gəlib çıxdığını öyrənir. Bugün baş verən hadisələri yazmaq asandır, amma yazı olmayan dövrlərdə yaşayan insanların həyatını öyrənmək çox daha çətindir. Məhz buna görə tarixçilər keçmişi öyrənmək üçün tarixi mənbələrdən istifadə edirlər. Tarixi mənbələr nədir? Keçmiş zamanlar haqqında bizə məlumat verən bütün əşyalar, yazılar, abidələr, dastanlar və görüntülər tarixi mənbələr adlanır. Tarixi mənbələr əsasən 4 qrupa bölünür. Maddi mənbələr. Maddi mənbələr qədim insanların gündəlik həyatında istifadə etdikləri əşyalardır. Bunlara yaşayış yerləri, tapılan əmək alətləri, qablar, silahlar, tikillər və qalalar daxildir. Bu əşyalar bizə insanların necə yaşadığını, nə ilə məşğul olduğunu və hansı dövrdə yaşadıqlarını anlamağa kömək edir. Maddi mənbələri araşdıran elm sahəsinə arxeologiya deyilir. Arxeoloqlar torpağın altında qalan qədim izləri tapmaq üçün qazıntılar aparırlar. Tapılan hər bir əşya keçmişdən bizə danışan səssiz bir şahiddir. Yazılı mənbələr. İnsanlar zaman keçdikcə yazını kəşf etdilər. Yazı tarixin ən etibarlı yaddaşı hesab olunur. Daş kitabələr, qayalar üzərində yazılar, qədim kitablar, qəzet və jurnallar yazılı mənbələrə aiddir. Yazı vasitəsilə insanlar düşüncələrini və yaşadıqlarını gələcək nəsillərə çatdıra bildilər. Buna görə də üzərində yazı olan mənbələr tarix üçün çox böyük əhəmiyyət daşıyır. Şifahi mənbələr. Hər şey yazı ilə qorunmayıb. Bəzi hadisələr nəsildən nəslə danışılaraq ötürülüb. Əfsanələr, nağıllar, dastanlar, bayatılar və xalq yaradıcılığı nümunələri şifahi mənbələr sayılır. Bu mənbələr xalqın adət-ənənələrini, inanclarını və qəhrəmanlıq tarixini bizə çatdırır. Görüntülü mənbələr. Zaman keçdikcə texnologiya inkişaf etdi. İnsanlar şəkil çəkməyə, video yazmağa başladılar. Fotolar, rəsmlər, televiziya çəkilişləri və sənədli filmlər görüntülü mənbələrə daxildir. Bu mənbələr əsasən son 200 ilə aid hadisələr əks etdirir və tarixi daha aydın görməyə imkan yaradır. Yazıdan əvvəlki dövrlər. Yazı yaranmamışdan əvvəl insanlar baş verən hadisələri qayalar və daşlar üzərində çəkdikləri rəsmlərlə ifadə edirdilər. Bu rəsmlər onların həyat tərzini, ov səhnələrini və inanclarını göstərirdi. Beləliklə, insanlar öz dövrlərini izlər vasitəsilə gələcəyə ötürmüş oldular. Tarixin hesablanması. Tarixi düzgün anlamaq üçün zamanı hesablamaq lazımdır. İnsanlar əvvəlcə gecə və gündüzü, sonra isə ayın hərəkətini müşahidə edərək zamanı ölçməyə başladılar. Ayın tam görünməsi bir ayın keçdiyini göstərirdi. Zaman keçdikcə insanlar günləri saymağa, sonra isə təqvimlər yaratmağa başladılar. Bugün dünyada əsasən 2 təqvimdən istifadə olunur. Miladi təqvim və hicri təqvim. Azərbaycan Respublikasında miladi təqvim istifadə olunur. Tarixdə hadisələr eradan əvvəl və eradan sonra olaraq hesablanır. Beləliklə, tarix bizə keçmişi yalnız oxumağı yox, anlamağı öyrədir. Tarixi mənbələr sayəsində insanlar 1000 illər öncə yaşamış insanların həyatını öyrənə bilirlər. Tarixi və mədəni abidələri qorumaq isə hər birimizin borcudur. Çünki keçmişini bilməyən xalq gələcəyini də qura bilməz.